Oyun hakkında fikirlerim sevinci. Zira üzerinde qələbə qazandı. Yetərincə güclü komandaya qarşı oynuyordu. Belə deyim, bizə çox çətinliklər yaratdılar. Çox mübarək komandadır. Çox yaxşı komanda oyunculara sahiblər. Amma buna baxmayaraq qələbə qazandıq. Düz bəzi epizodları yetərincə yararlana bilmədik. Buna baxmayaraq qələbə qazandıq. Çox sevincliyik. Oyun boyunca meydanda ən çox nəyə diqqət edirdiniz? Oyun boyunca bilirdik ki, rəqib uzun toplardan çox istifadə edir və bunu da təlimatlandırılmışdı. Yəni belə bunu ehtiyat edirlər. Uzun toplar. Buyurun. Azərbaycan kubokunda Araz Naxçıvana 1-0 uduzmuşdunuz. Yəni geri dönüş eləyə bilərmi Qarabağ? Dedi deyə kubokda. Geri dönüş edə bilərmi? Əlbəttə elə onun üçün çalışacağıq. Hələ heç nə bitməyib. Birinci oyunuydu. İkinci oyunda inşallah qələbə qazanmaq istəyəcəyik. Belə deyim də, komanda ilk dəqiqələrdə önə keçsə də, amma oyun boyunda deyim də, sonradan qol görmədiniz. Bəs bu nə ilə bağlı idi? Niyə bir qolla Yenə də kifayətləndiniz? deyirəm, bəli, Zirənin bu oyunundan asılı idi. Yəni çox çətinliklər yaradırdılar, çox kompakt oynayırdılar. Müdafiədə də çox yaxşı iştirak edirdilər. Bu arada onun epizodlar yaradırdıq, amma istifadə edə bilmədik. 1-0 qurtardıq. Sizə hazırda ikinci dəqiqədə onlarla da tam fərqiniz olmuşsa qaldınız. Sizə qədər rahatlıq yaradılmı? Ya heç bir rahatlıq yoxdur. Qarşıda Sabahlı oyunumuz var, piyasa edelim. Yəni necə hazırlaşırsa oyunlara görə hazırlaşacaq. Heç bir rahatlıq şeydə gedəməyiz. Bəs kim ölçüsün, Arzan Fatih, sən də çempionatda bu qədər sıx qələbə uğurlar qazanmağa davam edirsiniz. Hədəflər nələr? Hədəflər, yəni yəni kubokda da, yerli çempionatda da istəyir ki, çempionumuz olaq. Hədəfimiz budur.